Esselamu Aleyküm əziz Baraka Çərçivənin izləyiciləri. Deməli, artıq üçüncü həkimimizdir ki, gəlib bizdən sifariş verdiyi məhsullardır. Bunlar antibiotikdir. Yəni, həm uşaqlarınıza, həm də ki, özünüz istifadə edə bilərsiniz. Təbii antibiotik. Deməli, burada nələr var? Təbii sarı kökdür, özümüzün üyütdüyü, təbii zəncəfildir, özümüzün üyütdüyü, təbii ud hindidir, təbii darçındır. Hamısı o bahalısından, yaxşılarından. Yəni sarı kök də Hindistanındır, zəncəfil də qurumuşundan belə hazırlayırıq. Efiopiyanın ud hindisidir, darçın o bahalısından Seylondandır. Eləcə də timin, yəni qara çörək otu Həbəşdir və eləcə də balqabaq tumu. Bunların hamısını üyüdürük, qara çörək otunu da balqabaq tumunda üyüdürük hamısını və bal, təbii ki, meşə balı, meşə balında faydalar bilirsiniz, daha çoxdur. Təbii minerallarla zəngindir, təbii faydalı meşənin hər cür gülündən götürdüyünə görə ağı ən faydalı ballardan hesab olunur. Bunları qarışdırıb bir macun hazırlayacağıq və satışa çıxaracağıq. İndi hazırlayandan sonra yenidən çəkiliş edib sizlərə paylaşacağıq. Həkimlərin məsləhət gördüyü ən təbii antibiotikdir. Buyurub gəlib bizdən ala bilərsiniz.